Adım Əlidir. Yasamalda böyümüşəm. 28 yaşım var. İstifadə müddətim 10 il olub. 10 il. Hal-hazırda aylığım 3 il. Əli, necə oldu narkotikdən istifadəyə başladın? Mən uşaqlıqda həmişə özümdən böyük uşaqlarla oturub durmağa can atırdım. Məhəllədə uşaqları gördüm. Hansı ki məndən böyük uşaqlar idi. Mən həmişə istəyirdim ki, onlar kimi olum və onların yanında olum. Və onlar da narkotik istifadə edən uşaqlar idi. Onlara əvvəl gördüm ki, hörmət də ayrı cür olunur. O vaxt belə deyildi də. Və mən onların yanında olmaq üçün mən məcbur narkotik istifadə etməliydim ki, onların yanında olum. Narkotik istifadəçilərinə o vaxt yəni beləncə deyildi də. Mən bayaq da vurğuladım. Bunlara qorxudan hörmət olunurdu. Yəni, hansı ki, başqa məhəllə uşaqları, istifadə eləməyən uşaqlar bunlara qorxudan hörmət edirdilər. Və mən də istəyirdim ki, mənə də eləncə hörmət olunsun. Bəs sənin onların yaşadıkları ağrılardan, o ağrı sindromuna girəndə nələr hiss etdiklərin xəbərin var idi? Yəni, o uşaqlar oturub duranda bu barədə söhbətlər olurdu, hansı ki, narkotik istifadə edirdi? Xəbərim var idi, amma ki, mən fikirləşmirdim ki, elə olaram. Mənim o qədər özgüvənim yuxarı idi ki, yəni mən fikirləşmirdim ki, nə vaxtsa mən ağrıyaram, bundan əziyyət çəkərəm. Mən elə bilirdim ki, istədiyim vaxt eləyəcəm, istədiyim vaxt yanacam. Mən çünki baxırdım onlara, onlar məsəl üçün gündə dalıca düşürdülər. Onu tapmaq üçün hansı üsullara əl atırdılar. Amma məndə tezə-tezə başlayırdım deyənə, məndə eləncə deyildi. Və mən özümü anladırdım ki, bu hər zaman belə davam eləyəcək. Mən pulum olanda eləyəcəm, pulum olmayanda eləməyəcəm. Təxminən o uşaqlarla bir də vaxt keçirəndə neçə yaşın var idi? 8-ci sinifdə oxuyurdum. 8-ci sinifdə sən onlarla bir yerdə narkotik istifadə etməyə başladın, həmən uşaqlarla bir yerdə. Bəli, və mənim, yəni onda bizdə rozov patrublen deyirlər də. Mənim onda rozov, yəni patrublenim idi, mən onda heç kim bilmirdi. Evdən, azaddan, ümumiyyətlə mən, yəni ailədə elə özümü göstərmişəm ki, mənə heç vaxt yəni ağıllarına gəlmir ki, mən nə vaxtsa narkotik istifadəçisi olarım. Bəs pulu necə alırdın valideynlərdən narkotik üçün? Pulu uşaqlarla hardasa oturmağa, çayxanada və yaxud nə bilim, məktəbdən pul lazımdır mənə, məktəbdən pul yığırlar filan şey üçün, məsəl üçün məktəbdən deyirlər ki, bu günləri məsəl üçün nəyəsə, hansısa müəllimin adı günüdür, onun üçün pul yığılır. Belə-belə üsullarla pul alırdım. Və yaxud süpürgə almalıyam məktəbə, və yaxud nəsə almalıyam. Mən məktəbdən pul yığırlar. İlk öncə evdən belənçini alırdım pulu. Yəni aldadırdın evdə valideynlərini? Bəli, aldadırdım. Onlar da heç duyuq düşmədilər ki, sən onları aldadırsan. Yox, çünki mən bayaq da dedim, mən elə ailədə özümü göstərmişdim ki, mənə heç vaxt ağıllarına gəlmirdi ki, mən narkotik istifadəçisi olaram. Ona görə də mənim istifadə müddətim, yəni mən hansı ki başladım ağır narkotikə, arıqladım, başladım yemək yeməməyə, gecələri yatmamağa, onda gördülər ki, məndə nəsə var. Amma mən ora kimi hardasa 6 il istifadə edirdim. Məni 6 ildən sonra yəni bildilər ki, mən dibidəyəm də, mən həqiqətən onda dibidəydim. Sənin ilk narkotikin nə oldu? Nə ilə başladın? Nəşə ilə başlamışam. Nəşə, psixotrop dərmanlar, el arasında qara deyirlər, qara. Onları atırdım və birinci nəşə ilə başladım. Sonra gördüm ki, nəşədən əvvəlki həzzi ala bilmirəm. Mən Kuruq dedi ki, yəni belə bir şey var, belə bir dərmanlar var. Mən başladım birinci 2 dənə dərman atmağa. Sonra bu dərman qalxdı 3-ə, sonra 4-ə, sonra 5-ə, belə-belə mənim istifadəm qalxırdı. Dozası. Bəs sənin Əli, gözləntin nə idi ki, bu narkotik istifadə edəndə düşünürdün, necə olacaqsan? Bu narkotik istifadə edəndə, yəni mənim bəzi xarakterim var da, yəni mənim utancaqlığım var idi. Mənim hansı ki qorxum var idi. O narkotik də elə bir şeydir ki, o hissləri dondurur. Mən öz istəmdə məsəl üçün hansısa bir qızla, zatla görüşməyə gedəndə mən çox utanardım nəsə danışmağa.
fikirləşirdim ki, mən ora gəlib nə danışsam da qızla, nə söhbət edəcəm. Danışa bilmirdim, utanırdım, utancaqlığım var idi. Və mən istifadə eləyəndə o utancaqlıq hissi aradan götürülürdü. Mən önce başlayırdım rahat danışmağa, rahat söhbət eləməyə. Dayanmırdım da yəni. Və yaxud mənim bəzi başqa xarakter qüsurlarım var. Qorxulardır, müəyyən başqa xarakter qüsurlarda. Mən onları dondurmaq üçün narkotik istifadə edirdim. Yəni sən özünə bununla haqq qazandırırdın. Yəni mən utancaqlığımı dondurmaq üçün, yəni narkotik mənə kömək edir ki, mən Yox, mən utanmayım. haqq qazandırmırdım. Mən sadəcə ona görə istifadə edirdim. Heç haqq qazandırırdın özünə istifadəyə görə ki, mən buna görə istifadə edirəm. Buna görə istifadə edirəm, evdəkiləri günahlandırırdım mən. Ki, siz mənə vaxtında yaxşı bir işə düzəltmədiniz. Siz yəni mənimlə maraqlanmadınız. Yəni beləncə belə istifadə vaxtı günahlandırdım. Amma mən gəldim 12 addım reabilitasiyasına, onu başa düşdüm ki, yəni burada mənim narkotik istifadə eləməyimdə heç kəsin günahı yoxdur da. Sadəcə ən böyük günah özümündür. Yəni məni ailəm yaxşı işlə təmin eləmədiyinə görə və yaxud mənim üstümə çox qışqırıblar deyənə, mən onun çarəsini gedib narkotikdə tapmamalıydım. Aha, nələrsə başa düşdün, yəni. Bəli, onu gəlib reabilitasiyada başa düşdüm. Amma mənim üçün istifadə vaxtı, mənim düşmənlərim, hansı ki, narkotik istifadə elədiyim insanlar mənim üçün dost idi, amma mənim evdəkilərim mənim üçün düşmən idi. İstifadə vaxtı. Mən onda dərk eləmirdim. Yəni istifadə, yəni narkotik məndən alırdı, mənim psixolojimi alırdı, psixoloji sferamı aldı, mənim fiziki sferamı aldı. Məni cəmiyyətdən uzaq saldı. Mən sənə bir sual verim. Yəni deyirsən məni fiziki sferamı aldı, psixoloji sferamı aldı. Yəni necə bir hala saldı səni? Bu məsələn psixoloji sferamı elə aldı ki, yəni mən birinci başladım evdə lazımsız yerə mənə pul vermədiklərinə görə dava qırğınlar salmağa, mən evdən çıxıb getməyə və yaxud mən düşürdüm aşağıda, yəni həyətimizdə siqaret çəkəndə mənim qulağıma interesli səslər gəlirdi. Nə kimi səslər? İstifadə altındaydı bu vaxtı? Bəli, istifadədə olan, yəni periodda da. Məhz hansı narkotik istifadə edəndə həmin o səslər gəlirdi sənə? Patı, kola qatışdırırdım da, ikisini bir yerə qatışdırıb eləyirdim. Mən hər şeydə o tək psixoloji sferanı almır da. Məni arıqlatdı, məni yeməyə qoymadı, məni yatmağa qoymadı. Məni cəmiyyətdən uzaq saldı. Cəmiyyətdən o bayaq dediyim kimi mən istifadə elədiyim uşaqlar mənim gözümdə qardaş kimi idi, amma mənim hansı ki yaxınlarım mənim üçün düşmən idi. Onun hamısını, yəni bu narkotik elədi, mənim itkilərim idi onlar. Narkotik aldı məndən bunları. Əli qarabasmaların olurdu, yəni narkotik təsir altında. Bəli, məsəl üçün nə görünürdün gözünə? Uzanırdım otağımda, evdəki fortuçkaya baxırdım. Elə başa düşürdüm ki, məni oradan kimsə izləyir. Və yaxud yoldayam, gedirəm. Fırlanam arxaya baxıram, görürəm arxamdan kimsə gəlir, adi insandır. Elə bilirəm ki, mənim dalımca düşüb. Və mən başlayırdım yerişimi tezləşdirməyə, girdim ara məhəllələrə ki, güya bunu azdırım, amma ki, o heç adiyyətsiz, mən adiyyəti olmayan insan idi. Mən amma elə bilirdim ki, mənim dalımca gəlir. Heç olurdu ki, istifadənin, yəni narkotik təsir altında olanda hansısa fantaziyalar yaşayasan? Fantaziyaları qururdum başımda. İstifadə eləyəndə, narkotik təsir altında. Nə kimi fantaziyalar qururdun? Qururdum ki, məsəl üçün evə də demişdim bir dəfə ki, yəni məni Türkiyəyə göndərin. Dedim, mənim orada Türkiyədə bir oğlum var idi. Mən gedim bir oğlun yanında işləyim. Bir oğlu namaz qılandı. Ətrafında istifadə edən uşaqlar yox idi. Mən fikirləşirdim ki, yəni mən çıxıram yasamağa məhəlləmizə. Mənim uşaqlar, zətdə mən bunları görürəm. Mən gəlib istifadə edirəm. Mən gəlib bir oğlun yanında qalsam, ətrafı da namaz qılan uşaqlardır. Mən orada işləyəcəm, nə bilim özümə maşın alacağam, özümə filan şey eləyəcəm, evə ayda filan qədər pul göndərəcəm. Boşum ailəni konkret yaşadacağam. Amma mənim fantaziyalarım idi bunlar. Mən gəlirəm, çıxıram Türkiyəyə. Getdin Türkiyəyə, göndərdilər səni? Göndərdilər məni Türkiyəyə. Bir həftə keçdi. Mən başladım Türkiyədə saklatka axtarmağa. Mən heç Türkiyəni tanımıram. Mən gedib heç
o deyirdimə qorxu hissini götürüb məndən narkotik. Aha. Mən heç orada qorxu hissi yaşamırdım ki, mən gedərəm hansısa yad ölkədəyəm də, gedərəm kimlənsə görüşərəm, mən bunu tanımıram, eləmirəm. Mən ayrı ölkədə tutularam, biabırçılıq olar, bir oğlun yanına gəlmişəm, mən ona əmanət eləyiblər, bildiniz necə? Mən tanımadığım adamla prosta sosial şəbəkə ilə danışıram, gedirəm onunla görüşürəm, nə lazımdır özümə götürürəm. Amma halbuki o insanı tanımıram. Sosial şəbəkədə bizim çoxumuz oluruq və mən də sosial şəbəkədə olurum. Mən məsələn narkotik axtarmıram və çox adam da axtarmır. Necə olur ki, sən sosial şəbəkədə, yəni narkotik və sosial şəbəkədə axtarıb tapırdın? Çünki mənə lazım olan o idi. Mən pristav İrana mənə aparmışdılar Məşədi ziyarətinə. Ola onda tək nəşə çəkirdim də. Mən pristav gəlib orada da nəşə axtarırdım. Çünki mənə lazım olan o idi. Mən Türkiyəyə sən demə, getmişəm oradakı narkotiklərin dadına baxmağa. Prosta mən evdəkiləri alladırdım ki, gəlib orada işləyəcəm, belə eləyəcəm, evə pul göndərəcəm, orada mənim bir oğlum namaz qılandı, mən orada başlayacağam namaz qılmağa falan filan, yəni beləsinə danışırdım və İranda getdin Məşəd ziyarətinə? Bəli. Orada narkotik tapdın? Yox, orada tapa bilmədim. Amma axtarırdım. Axtardın amma tapıb istifadə edə bilmədin. Yox, onda yaşım az idi. Neçə yaşında getmişdin? Hardasa 16 yaşımda. Amma istifadə edirdin o 17 vaxtda. yaşımda belə. O vaxt istifadə edirdin artıq. İstifadə edirdim, yüngül narkotikdən nəşə istifadə edirdim. Orada yəni nəşə mənim üçün o vaxtları biz necə idi? Tapdım da, tapmadım da mənə az fərq edirdi də. Hələ onda tezə-tezə başlayırdım. Amma mən hansı ki başladım kokos patı eləməyə, mənim üçün Türkiyəyə gedəndə mən onu yəni hardan olsa tapıb çıxartmalıydım. Mən elə bir narkotik həddə gətirib çıxartmışdı ki, mən onda az fərq eləmirdim. Mən tapmalıydım o necəsə necürsə. Mən yəni tanımadığım adamdan gəlib narkotik götürürdüm. Tanımırdım heç. Məni bəlkə tutdurar eləyər, başqa bir ölkədəyəm. Mən prosta sosial şəbəkə ilə danışdım. Hansı sosial şəbəkədə ümumiyyətlə bu işləri görmüsən? Facebookda? Instagramda. Instagramda. Bəli. Əsasən onda Instagramda mümkündür də. Çox sosial şəbəkədə mümkün. Ümumiyyətlə, yəni sizə bir dənə söz deyim. Mənim orada, yəni sosial şəbəkəm olmasaydı da belə, yəni sosial şəbəkə olmasaydı da belə, bayaq dediyim kimi narkotik mənə elə bir istifadəyə gətirib, elə bir vəziyyətə gəlib çatmışdı ki, mən sosial şəbəkəsiz də orada o narkotik tapacaqdım. Tapardın. Bəli, orada o qədər, mən orada başlayırdım maraqlanmağa. Yəni orada uşaqlardan, türk uşaqlardan ki, burada ən çox satılan yerlər haradır, hansı məhəllədir, mən gedib hardan rahatlıqla onu əldə edə bilərəm. Yəni sosial şəbəkə olmasaydı da mən onu tapacaqdım da yəni orada. Ümumiyyətlə mən yəni istifadə edən insanlar, yəni bir-birlərini tanıyır. Heç istifadə eləməyim də belə. Mən o yolçusu olmuşamsa, nə vaxtsa, məsəl üçün indi 3 ildə eləmirəm də narkotik. Amma mən o yolun yolçusu olmuşamsa, mən hal-hazırda da narkotik istifadəçilərini baxanda tanıyıram. Hansısa bir davranışları ilə. Bəs ümumiyyətlə narkotik istifadəçi üçün evdən yəni oğurluq eləyirdin və ya indi deyirsən Türkiyəyə getdim. Türkiyədə pulu necə əldə eləyirdin? Bibinə oğlan mı alırdı yoxsa ondan? Türkiyədə ailə göndərir də bu. Mən başqa ölkədəyəm, mənə orada pul lazımdır, mənə yemək pulu lazımdır, mənə qalmaq pulu lazımdır orada. Aha. Belə yəni mən filan müəyyən bir adlardan evdən pul istəyirdim. Bəs oğurluq əl atmısan ümumiyyətlə narkotik almaq üçün, pul tapmaq üçün narkotikə? Bəli. Evdən yoxsa? Evdən də belə parfüm dükanları zad olub, başqa bir yəni yerlər olub ki, yəni oğurluq eləmişəm. Üstü açılmayıb? Xeyr. Bir dəfə tutublar marketdə, onu da yerində əldə eləmişəm. Bildirdin ki, sənin məhəllə uşaqları, dostların sənin narkotikə cəlb olunmağında böyük rol olub. Qoşulmusan onlara, o özünü böyüklərlə yəni müqayisə eləmisən. Belə gəlib çıxmısan narkotikə. Bəs olub ki, sən ətrafındakı kimlərsə, başqa hansı ki uşaqların xəbəri yoxdur narkotikdən, sən də onları cəlb eləmisən narkotikə. Olub belə hadisələr? Yox, mən narkotik istifadə edəndə bizim yanımıza ancaq narkotik istifadəçiləri gəlir. Mən özüm necə gedib qoşulmuşamsa, özümdən böyük uşaqlara, necə istifadə edib gedib qoşulmuşamsa, bizim yanımıza da gələn uşaqlar, yəni çox elə uşaqlar olub, narkotik istifadəçi olan uşaqlar olub. Yəni biz gedib yəni kiməsə deməmişik ki, bu narkotikdir, bu nə bilim çəkəndə belə olur, falan şey eləyəndə belə olur. Yəni beləsinə. Yəni narkotik reklam eləməmisən? Xeyr. Çünki mənim özüm narkotikə pis baxırdım. Hansı ki mən mən
tək nəşi çəkəndə kokos patı istifadəçilərinə pis baxırdım. Aha, Hansı ki, onlar gələndə bizim yanımıza acılayırdıq. aha. Amma elə dönəm keçdi ki, o bir dənə söz var, deyir heç vaxt demə. Elə dönəm gəldi keçdi ki, mən özüm də başladım. Bir də ayıldım ki, mənim özüm də ağır istifadəçiyim. Bilirsən də hansı səbəblər alovlandırıb sənə narkotik istifadəsinə gəlmisən. O səbəbləri necə məhv elədin? Mən onu tək barədə bacarmırdım Hı-hı. və tək də elə başa düşürdüm ki, mən nə edirəmsə düz eləyirəm. Amma mən gəldim 12 addım reabilitasiya mərkəzinə və orada mənim beynim açıldı. Müəyyən dərslərlə, müəyyən tapşırıqlarla mən başa düşdüm ki, yəni günah mənim özümdəymiş. Beyin açıldı. Biz hansı ki, burada kitablarla kitab oxuya, yazılar yaza, müxtəlif terapiyalarla, fərdi görüşlərlə məni elə bil ki, reallığa qaytardılar. Reabilitasiyadan əvvəl, yəni reabilitasiyaya gəlməmişdən əvvəl özün tək sağalmağa cəhd elədin? Cəhd eləyirdim. Nə edirdin? Amma ki, o sağalmağa cəhd deyildi. Mən sağalmağa cəhd bir necə eləyirdim? Hansısa bir narkotiklə əvəz eləyirdim. O psixotrop dərmanlar götürürdüm. Məsəl üçün 5 dənə, 6 dənə. Girirdim evə, deyirdim ki, bugün günə bir dənə atım ağrım olanda. Dozanı salım, ağrım getsin və mən narkotik istifadə eləməyim. Amma mən özümü alladırmışam. Atırdım o dərmanları yavaş-yavaş. Məsəl üçün, bugün bir dənədirsə, sabah onun yarısını atırdım. Bir gün onun 4/1-ni atırdım. Ola bilər, mənim ağrım keçirdi. Yəni, burada narkotik istifadəçisinin problemi ağrıda deyil. Mənim ağrım keçirdi, amma elə bir situasiya yaşayırdım ki, mən yəni də yolum gəldi istifadəyə. Əli, sənə bir sual verim. Olub ki, məsələn, elə adamlar var ki, narkotik istifadəçilərin arasında öz evində, yəni narkoman dostlarını çağırır, dəvət edir, hamısı bir yerə çəkilir, o istifadə edən narkotik. Sən belə olub ki, harasa getmirsən, məsələn, narkopriton kimi. Bəli, xatalar. Aha. Bəli, gəlirdim xatalara. Kiminsə evi idi, hansısa bir dənə otaq ayırmışdı. İminli həmən otaq narkotik istifadə edənlər üçün idi. Və onun yanında da həmən o narkotik verən insanın yanında da başqa bir insan olurdu. Hansı ki, o insan bariqada, belə deyək, bariqanın qablarını yuyurdu. Məsəl üçün, evini yığışdırmaq lazımdırsa, evini yığışdırırdı. Və bariqada onun qarşılığında buna kokos verirdi, narkotik verirdi. Pulsuz verirdi. Pulsuz. Çünki bunun işlərini gördü evin içində. Aha. Və həmən adam gətirdi, bariqa verirdi buna və həmən adam da biz də həmən otaqda otururduq. Düşürdü aşağı, məsəl üçün, Əli kimdir? Mənəm. Bu sənin. Ramin kimdir? Filan kəs. Ramin bu sənin. Paylayırdı, gedirdi. Və biz də otaqda istifadəmizi qutarırdıq. Qrup olurdunuz da, yəni qrup şəklində. Bəli. Otaqda da demək olar ki, hər şey, yəni şprizlər, nə bilim, zibil qabı, zaten əməlli başlı yəni şərait qurmuşlardı orada. Aha. Sən iynə də istifadə etmisən? Bəli, ağır istifadə. Olub ki, bir-birinizin iynəsindən istifadə eləmisiniz? Olub. Bəs düşünmürdün ki, xəstəlik keçər o iynədən istifadə eləyəndə? Yəni həmin vaxtı, istifadə vaxtı, istifadənin elə bir momentinə gəlib çatmışdım da mən nəsə bir xəstəliyi tutaram. Mənim umurumda deyil də, yəni. Nəsə bir xəstəliyi tutaram. Yəni görün nə vəziyyət idi ki, mən korona vaxtı korona xəstəliyini belə tutmamışam. Mən qrip nədir bilməmişəm. Qrip xəstəliyi. Narkotik yəni dondurur hamısını. Və sizin o həmən qrupunuzda hansı istifadə vaxtı qızlar olur, qızlar da gəlirdi, yəni? Bəli, qızlar da olurdu. Mənim öz bir yerdə istifadə eləyirdi hamı. Hamı bir yerdə istifadə edirdi və yaxud da mənim qız dostum var idi. Yəni indi də dırnaq arası dostlar. Yəni istifadə yoldaşım belə deyək. Mən həmən qızla da istifadə edirdim. Yəni ümumiyyətlə qızla istifadə eləmək çox yəni bərbad bir şeydir. Yəni sən narkotikdən qutara biləcəksənsə belə, sən o qızla istifadə edirsənsə, ömür boyu yəni düşünmədə yəni sən o narkotikdən qutararsan. Niyə? Sənə ancaq reabilitasiya kömək edir. Yəni niyə o qədər ağır olur ki, qızla bir yerə istifadə eləmək?